Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. O 1988-ci il fevralın 7-sində Biləsuvarın Əliyabad kəndində dünyaya gəlib. 1994-cü ildə Əliyabad kənd orta məktəbinin 1-ci sinifinə daxil olaraq 2005-ci ildə orta təhsilini başa vurub. Həmin il hərbi xidmətə çağırılıb. Əskəri xidmətini daxili qoşulların ensali hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub. 2009-cu il avqust ayında yenidən gizli rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə verilib. 2010-cu il iyunun 19-da gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov tək başına Ermənistan silahlı qüvvələrinin çox sayda əskər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub. O səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərimoğlu İbrahimova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasına müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.